Salam izləyicilər, bu videoda sizə relyef modeli haqqında məlumat verəcəm. Elə isə başlayaq. Relyef modeli verilənlər bazasının cədvəllər üzərində qurulan modelidir. Cədvəl sütunlar və sətirlərdən ibarət iki ölçülü strukturdur. Cədvələ nisbət, münasibət faylda deyilir. Müasir verilənlər bazasını idarə etmə sistemlərinin çoxunda bu modeldən istifadə edilir. Relyef verilənlər bazasının strukturu sorğulara münasibətdə çevik və rahatdır. Bu modeldə elementlər arasında iyerarxiya yoxdur. Verilənlər bazasında hər bir element açar kimi istifadə olunur. Relyef modeli iki hissədən ibarətdir. Riyazi relyasiya üzərində ancaq riyazi əməliyyatlar aparılır. Nisbət relyasiyası üzərində seçmə, proyeksiya və birləşdirmə əməliyyatları aparmaq mümkündür. Relyef modelli verilənlər bazasını ilk dəfə IBM firmasının əməkdaşı və riyaziyyatçı alim Edgar Kod tərəfindən təklif edilmişdir. O, çoxluqlar nəzəriyyəsinə əsaslanaraq modelin prinsiplərini işləyib hazırlamışdır. O prinsiplər aşağıdakılardır. Verilənlər münasibətlər, yəni cədvəl adlanan sətirlər şəklində nizamlanmış yığımdır. Sətirlər bir-birindən ən azı bir sahənin qiymətinə görə fərqlənirlər. Əməliyyatlar tam şəkildə ən azı bir sahənin qiymətinə görə fərqlənirlər. Bu modelin üstünlükləri aşağıdakılardır. Sadə və anlaşıqlıdır. Proqramlaşdırılması asandır. Verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatlar aparmaq mümkündür. İstənilən tip sorğuya cavabı təmin edən çevik verilənlər bazası sxemini qurmaq mümkündür. Bu modelin çatışmayan cəhətlərinə nəzər salaq, çox böyük həcmli məlumatlarda və mürəkkəb sorğularda sistem yavaşlaya bilər. Mürəkkəb strukturları cədvəldə saxlamaq, yəni ifadə etmək çətin olur. Çoxlu cədvəl və əlaqə ehtiyacı idarə etməni və sorğuları çətinləşdirir. Eyni zamanda bir neçə cədvəlin birləşdirilməsi resurs tələb edir və sürəti azalda bilər. Struktur, sxem əvvəlcədən müəyyən olunur, sonradan dəyişiklik etmək çətin olur. Yarı struktur və strukturlaşdırılmamış verilənlər üçün uyğun deyil. Relyef modelini istifadə edən sistemlərə misal olaraq ekranda gördüyünüz sistemləri göstərmək olar. Relyef modelinə əsaslanan sistemlər aşağıdakı sahələrdə çox geniş şəkildə istifadə edilir. Bank sistemlərində, onlayn mağazalarda, xəstəxana sistemlərində, təhsil sistemlərində, müəssisə idarə etmə sistemlərində. Relyef modeli haqqında ilkin məlumat bu qədər yetərlidir. Növbəti videoda sizə relyef modelinin elementləri haqqında məlumat verəcəm. Artıq bundan sonra bu model haqqında sizin təsəvvürünüz daha aydın olacaqdır. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.